elə istəyərəm ki, nəfsimi atasan cəhənnəmdə yandırasan, o qədər yanıqlıyam öz əlimdən ki, özüm baxım keyf eləyim, deyim sənə yaxşı oldu. Özüm özümə bunu deyim. Amma bir dərdim var ki, dözüləsi əzab döyürüm. Dözüləsi olsaydı, mən sənə deyərdim, ilahi, at məni yandır, o qədər öz nəfsimin əlindən qəzəbliyəm. Deyərdim, yandır, baxım keyf eləyim. Deyim, yaxşı oldu, özüm özümə deyim, yaxşı oldu. Amma mənim taqətim yoxdur, mənim problemim budur. İlahi, qəlbimi öz məhəbbətinlə doldur da, bezdim axı mən. Çıxart da mənim qəlbimdən başqa məhəbbətləri. Mən yoruldum axı bu belə həyatdan. 2 gün ibadət, 3 gün günahdan. İnsanların bir dəstəsi gedir Salman olur, Əbuzər olur, Miqdad olur, Uveys olur. Belə insanlar var, xoş o insanların halına. Günahdan azad yaşayırlar, xoşbəxt bəxtəvər yaşayırlar. İlahi, səndən salih bəndələrin nə istəyir, onu istəyirəm. Çünki mən də salih bəndə olmaq istəyirəm. Allah vermə mənə hər şeyi. Mən bilmirəm nə istəyirəm.